Aha, danışırıq oksidlərin fiziki xassələrindən. Oksidlərin fiziki xassələri. Oksidlər SO2-nin adını çəkəcəyik. SO2-nin adını çəkəcəyik. Kuprum 10-un adını çəkirik. Kuprum 2-10-un adını çəkirik. CO2-nin adını çəkirik. NO2-nin adını çəkirik. Xrom 2O3-ün, silisium O2-nin, P2O5-in və CO-nun. Əsasən rastlaşdığımız bunlardır. Yəni bizdən adətən soruşulanlar bunlardır. Və mən bunu sizin üçün sxemləşdirmişəm və indi sizin üçün rahat izah edəcəm ki, sizin üçün də yadda qalsın. Eyni bu şəkildə yazın və əzbərləməyə çalışın uşaqlar. Deməli, SO2 rəngsizdir. Deməli, SO2'miz rəngsizdir. SO3 də rəngsizdir. Kuprum O qara rəngdədir. Kuprum 2O qırmızı rəngdədir. Deməli, kuprum 2 valentdə olanda qara, 1 valentdə olanda qırmızı. CO2 də rəngsizdir. Karbon qazı qazdır. Biz onu necə görə bilərik? NO2 qonur rəngdədir. Xrom 2O3 yaşıl rəngdədir. Silisium O2 qumdur uşaqlar. Qum gördünüzmü? Rəngsizdir. P2O5 ağ rəngdədir. CO da dəm qazı da rəngsizdir. İndi gəlin biz bunların aqreqat halları, yəni bərkdirmi, mayedirmi, qazdırmı? Buna baxaq. Uşaqlar, SO2 qaz halındadır. Nə deyirik? Kükürt qazı. SO3 maye halındadır. Kuprum O bərk haldadır. Kuprum 2O da bərkdir. Zaten metalların oksidləri adətən bərk halda olur. CO2 karbon qazı, gördünüzmü? Qazdır. NO2 şənləndirir, üzr sayın, NO2 də NO2 qazı deyirik biz buna da. Fikrim NO2'ya getdi. Xrom 2O3 xrom metaldır, bərkdir. Silisium O2 bərkdir. P2O5 bərkdir. CO da nədir? Qazdır uşaqlar. Dəm qazı, gördünüzmü? İndi uşaqlar, baxın. SO2 kəskin iyili suda həll olmur. SO3 suda həll olan higroskopikdir. SO3 higroskopik nə deməkdir? Su uducu deməkdir. Kuprum O da suda həll olmur. Kuprum 2 götür, kuprum O oksidləri suda həll olmur. Karbon qazı suda həll olur uşaqlar. NO2 kəskin iyili suda həll olan qazdır. Xrom O3 də, xromun oksidi suda həll olmadı. Qum da suda həll olunur. Yadınızda uşaqlar, qumdan suyu biz süzmə üsuluna ayırıldıq. P2O5 də suda həll olan sudur. P2O5 də higroskopikdir. Su ilə reaksiyaya girir və turşular alınır. CO da uşaqlar dəm qazı zəhərlidir. Əlbəttə ki, boğucudur və suda həll olmayandır uşaqlar.